Bariatrik əməliyyat xərçəng yaradır. Bariatrik, yəni mədə kismə əməliyyatı həqiqətənmi xərçəng yaradır? Mədə kismə əməliyyatı insan bədənində mədəni kiçiltməklə icra olunan metabolik bir əməliyyatdır. Bu zaman mədə həcmi 75-80% azalmaqla mədənin girəcək və çıxacaq hissəsi saxlanılır, sadəcə həcmi kiçilmiş olur. Və bunu keçirən bir insan az qidalanmaqla həm kalori alımını azaltmış olur, həm də mədənin sol tərəfində dib hissəsində olan qrelin hormonu ifraz edən hissəsi götürüldüyünə görə həmin insanın iştahı da azalır və yeməklərə qarşı nəfsi, istəyi azaldığına görə artıq o insan beynində belə yemək düşünmür. Və bu əməliyyat keçirdikdən sonra insanın çəki itkisi ilə bərabər bir çox xəstəliklərə tutulma riski azalır və həmçinin də onkoloji xəstəliklərə, yəni xərçəng xəstəliyinin yaranma riskləri arasında piylənmə xəstəliyi vardır və bu piylənmə xəstəliyindən azad olmuş insan həmçində onkoloji xəstəliklərin tutulma riskindən də azad olmuş olur. İmmunitetin düşməsi xərçəngin yaranmasına səbəb olmur. Çünki mədə kismə əməliyyatından sonra immunitetin düşməsi olsa da mineral, vitamin və protein korreksiyası ilə bu hal nəzarətə alınır və bu da insana problem yaratmır.